möhlət verir ki, bu möhlətdən yararlansınlar, faydalansınlar. Başqa bir ayədə Ali İmran surəsinin 178-ci ayəsində Allah Taala buyurur ki: "Və la yahsabannallazina kafaru annama numli lahum xeyrun li anfusihim." Və la yahsabannallazina güman etməsin o kəslər ki, inkar edirlər. Ennema numli lahum onlara ki biz möhlət veririk, onlar üçün xeyirdir. İnnema numli lahum. Yalnız biz onlara möhlət veririk. Onlar nə edirlər? Liyezdadu ismən. Onlar günah eləyirlər. Biz möhlət veririk ki, Allaha tərəf qayıtsınlar, amma onlar günah edirlər. Və ləhum əzabun muhin. Onlar üçün alçaldıcı bir əzab var. Allah Taala'nın verdiyi möhlətdən düzgün yararlanmayan insanlar üçün alçaldıcı əzab var.